Maraqlı bir sualın cavabına baxaq. 20-ci əsrin 40-cı illərinin birinci yarısına aid uyğunluğu müəyyən edin. 20-ci əsrin 40-cı illərinin birinci yarısı. 40-cı illərin birinci yarısı, yəni 40, 41, 42, 43, 44. 45 birinci yarı deyil. 45-dən 49-a qədər ikinci yarıdır. Baxaq. ABŞ. İngiltərə ilə Atlantika xaritəsi 41 avqustu götürə bilər. 1A. Pearl Harbor bazasına zərbələr endirmişdi. Bu zərbə endirməyib. ABŞ-ın Pearl Harbor bazasına Yaponiya zərbə endirmişdi. Yerini dəyişəcək B ola bilməz. Türkiyə və Yunanistana yardım etmişdi. Türkiyə və Yunanistana yardım edib Harry Truman 47-ci Truman doktrinası. Bu da ikinci yarıya düşür. Deməli 1-ə olacaq. Yalnız A variantı. 2-yə baxaq. İngiltərə Almaniyaya müharibə etmişdi 39-cu ildə. Yəni 40-cı illərə aid deyil. 2-yə A ola bilməz. İran ərazisində qoşun geçmişdi 41-ci ildə götürə bilərik. Potsdam konfransında Fransa ABŞ ilə Almaniyanın ərazisi bölüşmüşdü. Bu 45-ci ildir. 45-ə düşür ikinci yarıya. Ona görə C-ni götürə bilmərik. Hitler Fransa Hitler tərəfindən işğal edilsə də 44-cü ildə ərazisi işğaldan təmizlənmişdi, düzdür. Charles de Gaulle'un başçılığı 4-cü respublika bu 46-cı ildə 46-da düşür ikinci yarıya. Avropa Şurasının yaradılmasında iştirak etmişdi. Bu da 49 düşür ikinci yarıya. Deməli 1-ə A, 2-yə B, 3-ə A, B variantı.